Ağcabədi Mərkəzi Xəstəxanasında ənənəvi olaraq qanvermə aksiyası keçirilib. Dekabrın 19-da baş tutan aksiya Ağcabədi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Mərkəzi Qan Bankının Bərdə bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri və rayon sakinləri iştirak ediblər. Aksiyanın əsas məqsədi talisemiyalı və hemofiliyalı xəstələrə, eləcə də qan azlığı olan, xüsusən də bu xəstəlikdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Bildiyimiz kimi qan daimi ehtiyacdır. Adları çəkilən xəstəliklərdən əziyyət çəkən insanlara bu baxımdan yardımlar etmək ən nəcib addımlardan biridir. Respublika Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən sakinlər xüsusi ayrılmış otaqlarda öncə tibbi müayinələrdən keçiblər. Belə ki, donorların arterial qan təzyiqləri, hemoqlobin və digər tibbi göstəriciləri həkimlərin nəzarətindən keçərək yoxlanılıb. Yalnız bundan sonra donorluğa yararlı olan şəxslər qanvermə aksiyasında iştirak ediblər. Qan vermiş insanlar burada isti çay və şirniyyatlarla təmin olunublar. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.